Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. İnnehu hayru nasirin və mu'in. Xoş gördük, hörmətli tələbələr, hər vaxtınız xeyir olsun. Dərsimizin ünvanı bildiyiniz kimi İslami yaşam tərzidir. Biz hər nədən öncə köklü məsələlər ki, yaşam tərzini öyrənmək üçün lazımlıdır. Onlardan birinə işarə etdik keçən dəfə ki, tövhid məsələsi idi. Dedik, baxış bucağı önəmlidir. Çünki bizim həyat tərzimizin, yaşam tərzimizin formalaşması üçün bu lazımlıdır. Tövhidə işarə etdik. Bugünkü dərsimizdə də inşallah bir sıra məsələlərə işarə edəcəyik. O cümlədən insan məsələsinə ki, biz hər birimiz insanıq. İstəyirik bilək, ki, yaşam tərzimiz necə olmalıdır? Bunu öyrənmək üçün, bilmək üçün bəllidir ki, hər bir məktəb, hər bir din o yaşam tərzini anlaması üçün o məktəbin, o dinin insana olan baxışı bəlli olmalıdır. İnsanın həmin məktəbdə, həmin dində, varlıqda hansı yeri tutduğu bəlli olmalıdır. Məqamı bəlli olmalıdır. Təbii ki, çox geniş yox, amma bir sıra məsələlər ki, önəmlidir bu barədə, biz onlara işarə etməliyik. Əvvəla qeyd edək ki, insan həqiqəti bizə bəlli olmalıdır, məktəbimiz və dinimiz baxışdan. İkinci məsələ ki, bəlli olmalıdır, insan həyatının hədəf əsasında qurulmasıdır. Üçüncü məsələ, insanın rəftarlarının o hədəfə çatmaqdakı təsiridir. Əvvəla bunu qeyd edək ki, insanın məqamın bilmək üçün Quranımıza müraciət etdiyimiz zaman görürük ki, Allah insanı öz xəlifəsi olaraq adlandırır. Öz xəlifəsi görür insanı. İnsanın məqamı yer üzərində Allah nümayəndəliyidir, Allahın canişinliyidir. Bizim dinimizin insana baxışı budur. İnsan yer üzərində Allahın canişini olmaq potensialına sahibdir. Ki, Allahın istəyi də budur. Amma bu insanın həqiqəti nədir? Bizim dinimiz bizə deyir ki, insan iki hissədən təşkil tapıb. Bir cisimdir, bir də ruhdur. Bunların bilinməsi önəmlidir ya, yaşam tərzinin bəlli olması üçün. Çünki dinimiz insana yalnız maddi olaraq baxmır. Deyir, bir cisimdən təşkil tapıb, bir də ruhdan. Bəs əgər onun barəsində hər hansısa bir qərar verilməlidirsə, bu ikisi nəzərə alaraq verilməlidir. Və eyni zamanda bunu da qeyd eləyək ki, cisim və ruhdan təşkil tapan insanın o əsasını, həqiqətini təşkil eləyən onun ruhudur, cismi deyil. Və insanın həyatı əbədidir. Çünki ruh əbədidir, ruh ölməzdir. Buna görə də insanın əbədi həyatı var. Amma ortada ölüm nədir?
ortada ölüm varsa, əgər insan ruhu əbədidirsə, bəs ölümlə insan ruhu ölmür, aradan getmir. Məhv olmur. Bəs ölümü necə məna eləməliyik burada? Ölümün mənası da budur ki, ölüm insan ruhunun bir yerdən digər bir yerə köçməsidir. Bunu biz Qur'an-ı Kərimin ayələrindən istifadə edirik. Qur'ana müraciət etdiyimiz zaman görürük Allah Teala bizə buyurur: "Əuzu billahi mineşşeytanirracim. Qul yetevaffakum melekul mevti ellezî vukkile bikum thumma ila rabbikum turcaun." Peyğəmbərə buyurur ki, Allah deyir, ölüm mələyi ki sizə məmur olub, sizi alır. Yetevaffakum, sizi alır. Həqiqətdə ölüm mələyi insandan nəyi alır? Biz deyirik, ruhu alır. Cisim qalır, ruhu alır. Düzdür. Bu ki buyurur, deyə bilərdi, yetevaffa ruhakum, sizin ruhunuzu alır. Allah belə buyurmur. Buyurur, yetevaffakum, sizi alır. Yəni Allahın nəzərində insanın əsasını təşkil eləyən, həqiqətini təşkil eləyən onun ruhudur. Da demir ruhunuzu alır. Deyir sizi alır. İnsanı ruhu olaraq görür. Yetevaffakum. Sonra Allaha tərəf qaytarılarsınız deyir. Thumma ila rabbikum turcaun. Bəs o ki burada istifadə edirik, insan əvvəla cisim və ruhdan təşkil tapıb və insanın həqiqətini də onun ruhu təşkil eləyir. Bir çox ayələrdən bunu biz istifadə edirik ki, keçirəm onlardan. Sadəcə ilə buna işarə edib keçirəm. Rivayətlərimizdə də bu həqiqət bəyan olunub ki, insan fani deyil. İnsan qalıcıdır. İnsan yaşamı əbədidir. Bəli, bu dünya fanidir. Bu dünyadakılar fanidir. Amma insanın o əsli ki var, kökü ki var, ruhu, o əbədi yaşardır. Ölümlə sona çatmır insan həyatı. Həzrət Peyğəmbər bu barədə buyurur, "Ma xuliqtum lil fənai, bəl xuliqtum lil bəqai və innəmə tunqaluna min darin ilə darin." Buyurur ki, siz fəna üçün yaradılmamışsınız, yox olmaq üçün yaradılmamışsınız. Siz bəqa üçün yaradılmışsınız. Yəni əbədi yaşarsınız. Ancaq köçürülürsünüz bir evdən digər bir evə. Bu insanın həyatı belədir. Bu baxışı bilmək insan barəsində onun üçün təyin olunacaq yaşam tərzləri də bu baxışa əsasən formalaşacaq. Ona görə bu önəmlidir ki, bizim dinimiz, məktəbimiz insana bu baxışdadır. Digər bir məsələ ki, qeyd etməliyik, insan həyatının hədəf üzərində olmasıdır. İnsan ixtiyarlı bir varlıqdır, ixtiyar sahibidir. Əgər insanın ixtiyarlı olduğunu qəbul etsək, məsələlər fərqli olur. İnsan ixtiyarlıdır, bu mənada ki, öz hədəfinə, hədəflərinə çatmaqda bir sıra işləri özü görməlidir. Fəaliyyətlərini, öz ixtiyari fəaliyyətlərini o hədəfə çatmaq üzərində qurmalıdır. Təbii ki, burada bir sıra orta hədəflər var, bir də qayi hədəf var, qayət var, son hədəf var, əsl hədəf var. İnsanın bu orta hədəfləri o əsl hədəfinin sayəsində məna tapır. Onun əsasında formalaşır. Buna görə də bəs hər bir insanoğlu öz həyatı boyunca bir əsas hədəfə sahibdir ki, bütün ixtiyari işləri
birbaşa o hədəfə yetişməyə xidmət eləyir. Bu da bir məsələ. Əlbəttə qeyd edəcəyik, insanın o əsas hədəfi nədir, orta hədəflər nələrdir, onlardan da qısa şəkildə bəhs edəcəyik. O ki, digər məsələ ki, önəmlidir, ona da işarə etməliyik. İnsan rəftarlarının, əməllərinin insanın o hədəfə çatmaqdakı təsiridir. Bunu diqqətinizə çatdırım ki, insanın rəftarları, Qur'anın insanşünaslıq bəhsi əsasında deməliyik ki, insanın tək-tək rəftarları, əməlləri o əsas hədəfə, arzu olunan o hədəf ki var, ona çatmaqda təsirlidir. Quran bu barədə çox sifariş eləyir. Bir sıra ayələr var ki, onlarda biz oxuyuruq, insanın əbədi səadəti və bədbəxtliyi insanın öz əməllərinin məhsuludur, ondan asılıdır. İnsan bu dünyada hər hansı bir iş görürsə, onun əsəri, təsiri axirətdə özünü göstərir. Onu görəcək axirətdə. Çox eşidibsiz bu ayəni, buyurur, فَمَنْ يَعْمَلْ مِسْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِسْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Zərrə qədər insan xeyir iş görsə, onu görəcək. Şər iş görsə də onu görəcək. Bu qaçılmazdır. Ya digər bir ayədə buyurur, ثُمَّ قِيلَ لِلَّذ۪ينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ الْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُونَ. Deyilər o kəslərə ki, zülm eləyiblər. Zuqu əzabəl xuldi. Əbədi əzabı dadın. Sonra sual olunar. Siz öz etdiyiniz əməllərdən başqa bir şey mi görürsünüz, ondan cəzalanırsınızmı? Yəni, etdiyiniz əməllərin cəzasıdır bu, siz əbədi əzabı bu gün dadırsınız, zalimlərə müraciət edərək deyir. Buna anlayırıq ki, insanın tək-tək əməlləri insanın xoşbəxtliyinə və bədbəxtliyinə təsir eləyir. Ya bir dəstə ayələr var ki, elə bu həqiqəti bizə çatdırır ki, hər bir yaxşı iş ki insan görür, onun nəticəsi insanın özünə qayıdır. Allaha deyil. Çünki Allah mütləq kamaldır. Və digərlərinin əməlləri, rəftarları ona heç bir təsiri yoxdur, onun ehtiyacı da yoxdur buna. Oxuyuruq, İn əhsəntum, əhsəntum li ənfusikum və in əsətum fələha. Əgər yaxşı iş görsəniz, özünüzə yaxşılıq etmişsiniz və əgər pis iş görsəniz, yenə özünüzə etmişsiniz. Bir sıra ayələrdə də oxuyuruq ki, insanın bəyənilməz rəftarları, pis rəftarları onun öz yaxasını tutacaq, başqalarının deyil. Hər kəs öz rəftarından məsuldur. Buyurur, Qul əğayrəllahi əbği rəbbən. Mən Allahdan başqasını mı Rəbb götürüm özümə? Və huvə Rabbu kulli şeyin, bir halda ki, o hər bir şeyin Rəbbidir. Və la təksibu kullu nəfsin illa aleyha. Və la təziru vazirətun vizra uxra. ثُمَّ إِلَى رَبِّكُمْ مَرْجِعُكُمْ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ. Heç kəs öz əməlindən başqa bir şey, ziyan onun özündən başqasına dəyməz. Kimsənin günah yükünü daşımaz. Hərə öz günah yükünü daşıyar. Bu ayələr bizə bunu çatdırır ki, insanın əməlləri birbaşa onun həyatına təsir eləyir, onun gələcəyinə təsir eləyir. Bəs insan dedik, cisim və ruhdan təşkil tapıb. Bunun barəsində danışdıq. İnsan həqiqəti nədən ibarətdir? Qeyd etdik ki, insan həyatı hədəf üzərindədir. İnsan ixtiyarlı yaradılıb. Onun orta hədəfləri var, əsas hədəfi var.
əsas hədəfin əsas formasında onun orta hədəfləri müəyyən olur. Orta hədəflər ki, o əsas hədəfə çatmalıdır. Əsas hədəfin işığında, nurunda formalaşır. İnsanın rəftarı dediyi hədəfinə yetişməkdə birbaşa təsirlidir. Amma insanın əsas hədəfi nədir? İnsanın əsas hədəfi o ki, ayələrdən istifadə olunur. Allaha yaxınlaşmaqdır. Liqaullahdır. Allahın bəndəlik məqamına yetişməkdir. Xəlifətullah məqamına yetişməkdir. Yəni, yer üzərində insan bir cür formalaşa, Allahın nümayəndəsi ola, buna layiq ola. İnsanın Allaha yaxınlaşmağının mənası nədir? İnsanın Allaha yaxınlaşmağının mənası yəni kamilləşməkdir. İmam Baqir əleyhissalamdan bir hədisdə oxuyuruq, buyurur, Meyrac gecəsində Allah Teala Həzrəti Peyğəmbərin sualının cavabında ki, soruşmuşdu müminin məqamı barəsində, Allah yanında müminin məqamı nədir deyə soruşmuşdu, belə buyurur. Buyurur ki, heç bir bəndə, mənim bəndələrimdən heç biri, vaciblərdən daha sevimli bir şeylə, daha gözəl bir şeylə mənə yaxınlaşmazlar. Yəni, bir bəndə Allaha yaxınlaşmaq üçün ki, Allaha yaxınlaşmaq insanın həyatının qayəsi və əsas hədəfidir. Ona yaxınlaşmaq üçün Allahın insanın həyatında vacib elədiyi o çərçivələrə riayət eləməlidir. Vaciblərlə insan ona yaxınlaşa bilər. Və sonra buyurur ki, insan müstəhəb işləri, bir sıra müstəhəb işlər ki var, onları da yerinə yetirməklə mənə yaxınlaşar. Elə ki, mən onu sevəm, elə bir yerə çatar ki, mən onu sevəm. O zaman ki, mən onu sevdim, Allah buyurur, mən onun qulağı olaram ki, onun vasitəsilə eşidər. Yəni, bir insan bir yerə çatar ki, qulağı Allah qulağı, Allahın olar. Eşitməsi Allahdan olar. Mən onun deyir, gözü olaram ki, onunla görər. Yəni, ilahi baxış əsasında görər, ilahi baxış əsasında eşidər. Mən onun dili olaram ki, onunla danışar. Danışanda Allah sözləri onun dilindən tökülər. Mən onun əli olaram ki, onunla iş görür. Gördüyü işlər ilahi işlər olar. Məni səsləsə, mən onu qəbul edərəm, eşidərəm. Məndən bir şey istəsə, mən ona əta edərəm. İnsanın kamilləşməsi, insanın Allaha yaxınlaşması bu mənadadır. Ki, insanın həyatının əsas hədəfi və qayəsidir bu. Amma insanın bu kamilliyə, əsas hədəfinə yetişməsində yol nədir? Yol deyirik bəndəlikdir, ibadətdir. İbadət. İnsan bir sıra ibadi əməlləri yerinə yetirməklə bəndəlik məqamına çatar və bununla da Allaha yaxınlaşmış olar. Bu qeyd etdiyimiz o hədisdəki xüsusiyyətlər ki var idi, oraya yetişməyin yolu nədir? Yolu Quran bizə deyir ki, ibadətlərdir. Allah insan üçün bir sıra ibadətlər vacib eləyib. Onlarla insan buna yetişə bilər. Quran-ı Kərimdə oxuyuruq bunu. وَاَنْ اَعْبُدُونِي هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ. Mənə bəndəlik edin, mənə ibadət edin. Doğru yol budur. İnsanın Allaha yaxınlaşmasında doğru yol Allahın insan üçün təyin elədiyi o ibadi əməllərdən keçir.
O çox eşidibsiniz bu şeiri ki, Mərsiyədə deyir. Deyir, bu Hüseyn kimdir belə şahlıq edir? Baxıb Allah sözünə aləmə sultanlıq edir. Bu həqiqətdir. Allah sözünə baxaraq, Allahın onun üçün təyin elədiyi o ibadi əməlləri yerinə yetirərək, Allaha itaət eləyərək, insan bir məqama çatır, xəlifətullah olur yer üzərində. Allahın canişini, nümayəndəsi, Allaha yaxınlaşmağın mənası budur. Qulağı Allahın olur, gözü Allahın olur, dili Allahın olur, əli Allahın olur. Bütün varlığı ilə, mənliyi ilə Allahın olur, ilahiləşir. Bəli, bu təsadüfüdür ki, biri bir yerə gedəndə özünə layiq bir nümayəndə qoyursa ora, yəni o məni təmsil eləyir deyirsə, bu adi deyil ki, gərək ona layiq ola. Allah insanda bu potensiyalı qoyub. İnsan bu məqama yetişə bilər, ilahiləşə bilər. Yer üzərində Allahın təmsilçisi ola bilər, canişini ola bilər. Bəs bu çox mühüm bir məsələdir. Bir digər məsələyə keçməmişdən öncə mən bir hədəf barəsində də bir sıra məsələləri diqqətinizə çatdırım. Baxın, dedik, hədəflər müxtəlifdir. Bir əsas hədəfimiz var ki, bəlli. Allaha yaxınlaşmaq, insanın kamilləşməsi, mənada elədik. Bir də orta hədəflər var. Bir sıra insanın o kamilləşməsi üçün orta hədəflər var. Orta hədəflər dedik, o əsas hədəfin əsasında, işığında formalaşır. Deyirlər, bir insanın neçə sahəsi var? 3 sahəsi var. Ağlı, qəlbi və bədəni, cismi. Bu üçü əsasında insan o hədəfləri müəyyən olur. Bunlar insanın orta hədəflərini təqribən təşkil eləyir. Əgər insan inkişaf eləyəcəksə, bu üçü birlikdə inkişaf edərək sağlam inkişafa sahib ola bilər. Əgər bu üçün birdən birlikdə inkişaf etməzsə, ağıl, qəlb və cisim. Orada nöqsan yaranar, naqis olar o bədən. O insan daha doğrusu, çünki insan bədən, qəlb və ruhu var, əqli var, bir də ruh ki ayrıdır. Bunlar birlikdə inkişaf eləməlidir. Görürük, Allah bizə ağıldan danışır, bizi düşünməyə dəvət eləyir. Niyə? Ona görə ki, bir sıra insanlar var ki, o ağıldan lazımınca bəhrələnmirlər, istifadə eləmirlər. Allah bizə qəlbdən danışır və sağlam qəlbdən danışır. Bizə deyir ki, qəlbi səlim var. İnsan qəlbi gərək səlim qəlb ola, salim qəlb ola, sağlam qəlb ola. Bir də bədən də sağlam olmalıdır. İnsanın bəndə olması üçün, o übudiyyət, bəndəlik məqamına yetişməsi üçün, Allaha yaxınlaşması üçün ağlı inkişaf eləməli, ağlından doğru düzgün istifadə eləməli, qəlbi sağlam olmalı və bədəni də, cismi də sağlam olmalıdır. Bu üçü əl-ələ verərək ruh da bunları kamil surətdə idarə eləyir. Bu zaman insanın o hədəfi hasil olmuş olar. İnsan Allahın bəndəlik məqamına nail olmuş olar. Bəs ağıl insanın o düşüncə, təfəkkür, baxış bucağını müəyyən eləyir. Qəlb insanın o meyillərini müəyyən eləyir.
ki, insan ilahi qorxuya sahib olmalıdır. Bu qorxu insanın qəlbi ilə əlaqədardır. Meyillər. Bir baxış ki, ağıl onu formalaşdırır. Bir meyillər ki, qəlb onun əsasını qoyur. Bir də insanın o bədəni ki, sağlam olmalıdır. Əməllər insandan baş vermiş olsun. Bir də bir məsələyə işarə etməliyəm burada. Bizim dinimizin insan üçün təyin elədiyi məsələlərdə. O da insanın dünya və axirət barəsində doğru yolu seçməsidir. O doğru yol nədən ibarətdir? Bu mühümdür ya. Bəzən görürsən, bəziləri gəlirlər, deyirlər, dünya insana zərərlidir, quşənişin ol. Biz bunu qəbul eləmirik. Bizim dinimiz rəhbaniyyət ki, deyilir, Quranda da ibarəsi keçir, bunu qəbul eləmir. Ki, xristiyanlıqda görürsən, bu məsələ vardır. Deyir, yox, quşənişin olaraq bəndəçilik lazımdır. Deyir, cəmiyyətin içində olaraq sən bəndəçilik qazanmalısan, bəndə olmalısan, təqva sahibi olmalısan. Yoxsa elə çəkilib bir mağarada qalsan, günah şəraiti sən üçün yaranmayacaq ki, sən bilinsin ki, bəndəsən, bəndədirsən. Bəs quşənişinlik olmamalıdır. O tərəfdən də dünyaya bağlılıq olmamalıdır. Bunların ortası, mütədil yol, İslamın bizə təqdim elədiyi mütədil yoldur. Dünya və axirət arasında insan bilməlidir ki, hədəf axirətdir. Və bu dünya xoş keçirmə yeri deyil, kef damaq yeri deyil. Bəziləri deyirlər, dünya 5 günlükdür, yiğit kef elə. Ya bu cürdür. Bəli, bunun bir hissəsi düzdür. Dünya 5 günlükdür. Bu düzdür. Yəni, dünya müvəqqətidir, daimi deyil. Amma yiğit kef eləsi düzdür. Çünki axirət hədəfdir. Dünya axirətin əkinəcək yeridir. Bu dünyada insan nəyi əksə, axirətdə onu biçəcək. Deyir, bu baxışa sahib ol. İmam Əli əleyhissalamdan bir şəxs soruşdu, daha doğrusu belə deyək, soruşmadı. Dünyanı pislədi. Dünya pisdir, belədir, elədir. Həzrət Əli əleyhissalam ona dedi, yox, bu cür demə. Dünya doğruluq evidir. Əgər biri onu doğru başa düşsə, düzgün başa düşsə. Dünya sağlamlıq evidir. Əgər bir şəxs oradan azuqə götürsə, axirət üçün. Dünya nəsihət evidir, ibrət evidir. O zaman ki, bir şəxs o dünyadan nəsihət alsa, ibrət alsa. Dünya Allahın sevdiyi insanların məscididir. Yəni, ibadət etdikləri yerdir. Önəmlidir ya. Dünyanı belə vəsf edir Həzrət Əli əleyhissalam. Dünya Allahın mələklərinin ibadət yeridir. Allahın sevdiyi insanların ibadət yeridir. Allahın vəhyinin nazil olduğu yerdir dünya. Allahın dostlarının ticarət etdiyi yerdir dünya. İnsanlar, Allahın sevdiyi insanlar dünyada ticarət edirlər. Yaxşı əməlləri ilə gözəl axirət qazanırlar. Allahın sevdiyi insanlar dünyada Allahın əffini, bağışlamağını qazanırlar. Və behiş ki, axirət ki, biz onu hədəf olaraq müəyyən edirik, tərif edirik, onu insanlar dünyada qazanırlar. Elə bu, dünyanın yaxşı olmasına, gözəl olmasına kifayətdir. Axirət bu dünyada qazanılır.
Bu baxışda önəmli baxışdır. Dünya və axirət arasında doğru yolu seçmək, mütədil yolu seçmək. Bunlar bizim saydığımız bu məsələlər köklü məsələlərdir. Bizim İslami yaşam tərzini özümüz üçün müəyyən etməkdə çox önəmli yer tuturlar, rol oynayırlar və mən çalışdım bu məsələləri sizin diqqətinizə çatdıraq inşallah. Gələn dərsimizdən bir sıra digər məsələlərə varid olacaq Allahın lütfü və inayəti ilə. Bu qədər. Mənim sözüm tamam.